Salam, hər vaxtınız xeyir. Deməli, bugün də məməlilər sinifini izah edəcəm sizə. Ümumiyyətcə, məməlilər ilk məməlilər və əsl məməlilər olmaqla iki qrupa bölünürdü. Bunu 10-cu sinifdə xronoloji cədvəldə baxsaz görəcəksiniz ki, deməli, ilk məməlilər Mezozoy erasının Trias dövründə əmələ gəlmişdir. Əsl məməlilər isə Mezozoy erasının Təbaşir dövründə əmələ gəlmişdir. Bunu yadınızda saxlayın. İlk məməlilər Mezozoyun Trias dövründə, əsl məməlilər isə Mezozoyun Təbaşir dövründə əmələ gəlmişdir. Məməllərin ümumiyyətcə 5500-ə qədər növü vardır. Onlara müxtəlif həyat şəraitində rast gəlinir. Məməllərin əksəriyyəti üçün bətindaxili inkişaf və diri bala doğma səciyyəvidir. Doğulan balaları südlə bəsləyirlər. Əksəriyyətinin bədəni tüklərlə örtülmüşdür. Baxın, burada yazılan əksəriyyəti, bəzilərinin, yəni bu sözlərə diqqətlə yanaşın. Deməli, əksəriyyətinin bədəni tüklə örtülübsə, sizə testdə məsəl üçün soruşsa ki, desə ki, bütün məməllərin bədəni tüklə örtülüb, yanlışdır. Çünki kitabda da yazılıb ki, əksəriyyətinin bədəni tüklə örtüldür. Məsəl üçün, balinalarda tük örtüyü yoxdur. Bütün məməllər balasını südlə bəsləyir. Amma yadınızda saxlayın, bütün məməllərdə süd vəzləri var. Amma bütün məməllərdə əmcəklər yoxdur. O hansı məməllərdə əmcəklər olmayan ilk məməllərdə əmcəklər yoxdur. Yadınızda saxlayın. Və bütün əksəriyyəti, baxın yenə deyir ki, əksəriyyəti üçün bətindaxili inkişaf və bunlara diri bala doğma səciyyəvidir. Yəni ki, bütün məməllər diri bala doğmur. Məsəl üçün, ilk məməllər Yexidnadır, ördək burundur. Onlarda plasenta olmadığına görə onlar yumurta qoymaqla çoxalırlar. Yəni, yadınızda saxlayın. Onurğanın boyun şöbəsində yenə əksərən 7 fəqərə olur. Deməli, bütün məməllərdə 7 fəqərə yoxdur. Çox da ola bilər. Əksəriyyətində döş boşluğu qarın boşluğuna diafraqma adlanan əzələli pərdə ilə ayrılmışdır. Bəli, yenə də diafraqma, əslində əzələli diafraqma desəydi, burada daha düzgün olardı. Dişləri ağzı, kəsici və köpək dişlərinə ixtisaslaşmışdır. Testdə sizə soruşsa ki, məməllər ilk dəfə olaraq, yəni desə ki, ilk dəfə olaraq məməllərdə dişlər kəsici, köpək və ağzı dişlərinə bölünübdür. Bu yanlışdır. İlk dəfə olaraq sürünənlərdə, periodontlarda belə ixtisaslaşma baş vermişdi. Və bunlar digər onurğalardan fərqli olaraq qulaq seyvanına malikdirlər. Belə deyək də, biz dedik ki, məsəl üçün quşlar idi, digər belə deyək, sudoqurda yaşayanlar idi. Bunlarda ümumiyyətcə qulaq seyvanı yoxdur, amma bunlarda qulaq seyvanı mövcuddur. Yəni ki, bir də ilk məməllərdə və balinalarda qulaq seyvanı yoxdur. Yəni bütün məməllərdə qulaq seyvanı yoxdur yenə də. Sadəcə yəni ilk məməlli və balinanı istisna olaraq çıxırsınız buradan. Məməllərin hamısı üçün yüksək inkişaf səviyyəsinə malik sinir sistemi xarakterikdir. Bədən quruluşuna gəldikdə bunların, məməllərin əksəriyyətinin bədəni baş, boyun, gövdə, quyruq və ətraflardan ibarətdir. Möhkəm və elastik dəridə tüklər, tər, piy, qoxu və süd vəzləri olur. Tər vəzləri də ancaq məməllər üçün xasdır. Skeletinə gəldikdə, məməllərdə skelet kəllə, gövdə və ətrafların skeletindən təşkil olunmuşdur. Onurğa 5 şöbəlidir. Ətrafların skeleti qurşaq və sərbəst ətrafların skeletindən ibarətdir. Onurğanın quyruq şöbəsi müxtəlif sayda quyruq fəqərələrindən təşkil olunmuşdur. Fəal hərəkətlə əlaqədar olaraq əzələləri xüsusən bel və ətraflarda daha yaxşı inkişaf eləmişdir. Yadınızda saxlayın. Sizdən əgər, məsəl üçün, itin ön ətraf qurşaq sümüklərini soruşsa, yalnız bir növ sümük var. Yəni 4 ayaqlılarda, məsəl üçün, burada it nümunəsində göstərib, yalnız kürək sümüyü var. Körpücük sümüyü və ya qarğa sümüyü yoxdur. Amma digər məməllərdə isə kürək və körpücük sümüyü var. Yenə qarğa sümüyü yoxdur. Təkrar edirəm, yəni itdə yalnız bir növ sümük var. Yəni 2 dənə kürək sümüyü var. Körpücük yoxdur, nə də qarğa yoxdur. Digər yerdə qalan məməllərdə isə kürək sümüyü var, körpücük sümüyü var. Qarğa sümüyü yenə də yoxdur. Yəni bunu yadınızda saxlayın. Və bunlarda həmçinin döş qəfəsi də mövcuddur. Çünki qabırğalar da yəni yaxşı inkişaf etmişdir. Həzm sisteminə gəlsək, ağızda yerləşən dişlər qidanın tutulmasında və xırdalanmasında iştirak edir. Qida ağızdan udlağa, qida borusuna mədəyə, əvvəl nazik, sonra da yoğun bağırsağa keçir. Həzm olunmayan qalıqlarda anusla xaric edilir. Tənəffüs sistemi də ümumiyyətcə, məməlilər harda yaşamasından asılı olmayaraq, tənəffüs sistemi həmişə ağciyərlərlə olur. Yəni, bir də qarışdırmayın. Balina, yəni mən bayaqdan balina adını çəkirəm. Balinanı bəzi uşaqlar balıq kimi yadında saxlayır. Balina balıq deyil, balina məməlidir. Aydındır. Və balina da suda yaşamasına baxmayaraq ağciyərlərlə tənəffüs eləyir. Və bunların tənəffüs sisteminə burun boşluğu, burun udlaq, qırtlaq, nəfəs borusu, traxeya, bronxlar və ağciyərlərdən təşkil olunmuşdur. Burada da şəkilə də mütləq diqqətlə baxın, hansı orqan necə, harda yerləşir. Bunlarda, məməllərdə, belə deyək də, normalda kloaka yoxdur, amma ilk məməllərdə kloaka var.
Yəni ilk məməlilərdə kloaka var. Sizdən soruşa bilər ki, hansı siniflərdə kloaka var? Birinci başlayırıq xordallardan, balıqlardan. Çünki öncə balıqları keçdikdə xordallardan, elə deyil. Xordallarda kloaka yoxdur. Sonra gəldik sudokuruda yaşayanlara. Sudokuruda yaşayanlarda bəli kloaka var idi. Sonra gəldik sürünənlərə. Sürünənlərdə də kloaka var. Sonra sürünənlərdən sonra gəldik quşlara. Quşlarda da kloaka var. Sonra da gəldik məməlilərdə. Məməlilərdə kloaka yoxdur, amma ilk məməlilərdə var. Deməli, ümumi məməlilərdə də var deyə bilərik də. Yəni belə yadınızda saxlayın. Yəni məməlilərdə kloaka yoxdur desə səhvdir. Çünki ilk məməlilərdə kloaka var. Qan damar sisteminə gəldikdə, ürək 4 kameralıdır, qan qarışmır. Bütün bədən boyu 2 növ qan hərəkət eləyir. Arterial qan, venos qan, 2 qulaqçı, 2 mədəciyi vardır. Siz əgər ki, burada müqayisəli şəkildə də sizə verə bilər. Yadınızda saxlayın. Məməlilərin sol qulaqçığından sol aorta qövsü çıxır. Yəni mən nə demək istəyirəm? Özünüz də şəkildə görürsünüz. Bax, bu sol tərəfə baxın. Bu sol tərəfdən sol aorta qövsü çıxır. Amma quşlarda belə deyildi. Quşlarda isə sol tərəfdən sağ aorta qövsü çıxırdı. Bu tərəfdən bu tərəfə doğru çıxırdı. Bunu da yadınızda saxlayın. Bunu fərq olaraq göstərə bilər. Deməli, davam eləyək. İfrazat sisteminə gəldikdə, ifrazat sistemi paxla şəkilli bir cüt böyrəklərdən ibarətdir. Bir cüt sidik axarından ibarətdir. Sidik hissəsi və sidik kanalından təşkil olunmuşdur. Sinir sisteminə gəldikdə, məməlilərdə baş beyin digər onurğalarda olduğu kimi 5 şöbədən ibarətdir. Bunlarda beyin yarımkürələrinin üzəri boz maddədən ibarət qırışlı qabıqla örtülmüşdür. Və bu qırışlı qabıq orta və ara beynin üzərini örtür. Təkrar edirəm. Qırışlı qabıq orta və ara beynin üzərini örtür. Boz maddəni sinir hüceyrələri əmələ gətirir. Məməlilərdə sinir sisteminin yaxşı inkişaf etməsi ilə əlaqədar mürəkkəb davranış hərəkətləri də müşahidə edilmişdir. Hiss orqanlarına da gəldikdə eşitmə, görmə, qoxu bilmə, lamisə, dad bilmə, hissiyyat orqanları olur. Əksəriyyətinin eşitmə orqanı yaxşı inkişaf etmişdir. Bunlarda eşitmə orqanı çəkic, zindan və üzəngi sümüklərindən ibarətdir, amma digərlərində isə yalnız üzəngi, digərləri dedikdə sudokurda yaşayanlar, sürünənlər, quşlar, bunlarda yalnız üzəngi sümüyü vardır. Amma məməlilərdə çəkicdə, zindanda üzəngi sümükləri də mövcuddur. Görmə orqanı 2 göz qapağına malik gözlərdən ibarətdir. Yəni 3-cü göz qapağı yoxdur bunlarda. Amma yəni əksər məməlilərdə də 3-cü göz qapağı qalıq halında qalmışdır. Həyat tərzi və yaşadığı mühit şəraitindən asılı olaraq da hiss orqanlarının inkişaf səviyyəsi müxtəlif məməlilərdə fərqlidir. Qoxu bilmə hissiyatında da, belə deyək də, su heyvanlarında zəif, quru həyat tərzi keçirən heyvanlarda isə daha güclü olmuşdur. Bir də məməlilərdə lamisə funksiyasını yerinə yetirən burnun kənarlarında buğcıqlar olur. Belə, yəni yəqin ki, it görəndə onun burnun kənarlarında olan tükcükləri görmüsünüz ki, uzun sərt tüklər vardır ki, bunlar da lamisə funksiyasını yerinə yetirir. Tapşırıqları da mütləq baxarsınız burada. Məməlilərin çoxalmasına, davranışına gəldikdə və onların həyatında mövsümi dəyişkənliklər. Burada yuxarıda qeyd edilən hissəyə baxaq. Deyir ki, filin boğazlıq dövrü 2 ilə qədər çəkir. Yeni doğulan balanın ilk dövrlərdə qayğıya ehtiyacı olduğu üçün ana fil onu bir anda tərk etmir. Baxın, təsəvvür edin ki, yeni doğulan bala özü hardasa 100 kiloqram olur da, onun da yəni anaya ehtiyacı olur. Və filin boğazlıq dövrü deyir 2 ilə çəkir. Yadınızda saxlayın. Əgər bir heyvan, yəni ölçüsü nə qədər böyük olarsa, onun boğazlıq dövrü bir o qədər çox olur. Ölçüsü nə qədər kiçik olarsa, onun boğazlıq dövrü bir o qədər az olur. Məsələn, fil böyükdür. Görün 2 ilə qədər boğazlıq dövrü. Amma məsələn, siçan olsa, dovşanlar olsa, bunlar kiçikdir. Bunlar görün nə qədər bala verir. Çox qısa müddətdə xeyli çoxlu balalayırlar da, yəni belə deyim. Amma ki, yadınızda saxlayın, ölçülərlə tərs mütənasibdir. Bir heyvan nə qədər böyük olarsa, onun bala sayı bir o qədər az olar. Filin heç vaxt əkiz balası olmur. Fil o qədər böyükdür ki, yalnız bir balası olur onun. Amma məsələn, siçandır, dovşanlardır. Bunlar ölçücə kiçikdir. Onların bir dəfədə nə qədər balalayırlar. Çoxlu balaları olur. Bunu da yadınızda saxlayın. Məmələrin cinsiyyət sistemi və çoxalmasına gələk. Məmələr ayrı cinsiyyətli heyvanlardır. Plasentalı məmələrdə erkəklərin cinsiyyət sistemi bir cüt toxumluqdan, bir cüt toxum borusundan və cütləşmə orqanından ibarətdir. Dişi cinsiyyət sisteminə isə bir cüt yumurtalıq, bir cüt yumurta borusu və balalıq aiddir. Məmələrdə mayalama daxili mayalamadır. Uşemin sonrakı inkişafı balalıqda gedir. Balalıqda plasenta adlanan və qan damarları ilə zəngin xüsusi orqan yaranır. Bütün məmələrdə plasenta yoxdur. Məsələn, ilk məmələrdə ördək burun, yexina. Bunlarda plasenta olmadığına görə yumurta qoymaqla çoxalırlar. Bəzilərində isə plasenta var, amma zəif inkişaf eləmişdir. Bunu da nəzərinizdə saxlayın. Bunlarda deməli plasenta adlanan və qan damarları ilə zəngin xüsusi orqan yaranır.
Bunun köməyi ilə də ana orqanizmdən qida maddələri göbək cəsi ilə dölə daxil olur və onun böyümə inkişafını təmin edir. Həmçinin dölə lazım olmayan maddələr də yenidən həmin göbək cəsi vasitəsilə ana orqanizmə ötürülür, oradan da xaric edilir. Bala doğulandan sonra dişi fərd balasını südlə bəsləyir. Bəzi məmələrdə, məsələn, yumurta qoyanlarda ördək burun, yexinin, bunlarda plasenta yoxdur. Və yadınızda saxlayın ki, demək, dedik ki, bunlarda da balanın inkişafı yumurta içərisində getdi. Amma kenguru və opossum kimi kisəli məməlilər tam formalaşmamış bala doğurlar. Niyə? Bayaq qeyd elədim ki, plasentası var, amma zəif inkişaf eləyib. Bunlarda da rüşeymin sonraki inkişafı qarında yerləşən kisə içərisinə gedir. Burada bala südlə bəslənir, çünki onların yəni kisənin içərisində yerləşir süd vəzləri. Bu ördək burun və yexidnada isə dərinin səthinə axır süd. Onu yalamaqla südü qəbul eləyirlər balaları. Deməli, ölçüsündən asılıdır. Bu hissəni dedik. Məmələrin həyatında fəsil dəyişmələri hadisəsinə baxsaq, məmələrin həyat fəaliyyəti digər heyvanlardakı kimi ilin fəsillərindən asılı olaraq mövsümü dəyişir. Bu hadisələr bala doğma, qışa hazırlıq, miqrasiya, qış yuxusu aiddir. Bala doğma. Bir çox məməllərdə bala doğma böyümə və inkişaf üçün əlverişli olan yaz və yay dövrünə təsadüf edilir. Bunlarda məsəl üçün belə deyək də, gəmiricilər üçün bu dövr yaz, dırnaqlı heyvanlar üçün isə payız fəslinə. Yəni gəmiricilər əsasən yaz fəslində balasını doğurur, dırnaqlı heyvanlar üçün payız fəslində bu proses baş verir. Qışa hazırlığa gəldikdə isə payızda məməllərdə qışa hazırlıq dövrü başlayır. Amma məsəl üçün bəzi məməllər ətraf mühitdən seçilməmələri üçün tükün rəngini də dəyişir. Qışa hazırlıq dövründə tük örtüyü sıxlaşır və dəri altında qalın piy qatı toplanır. Yəni bunu belə özünüz də oxuya bilərsiniz. Burada izah ediləsi bir şey yoxdur. Sadəcə müəyyən yerlərinə baxacağam ki, gözümdən qaçan bir yer olmasın. Miqrasiyaya da gəldikdə qışa hazırlıq adətən miqrasiya ilə də müşahidə olunur. Məsələn, ot yeyən heyvanların bir çoxu cüyürlər, sığınlar, qabanlar yayda otla zəngin dağ çəmənliklərinə qalxsalar da qışda dağdan qar örtüyü az olan düzənliklərə enir. Yem ehtiyatı toplama bəzi məməllər, xüsusən gəmiricilər fəallıq dövründə qış üçün yem ehtiyatı toplayır. Qış yuxusuna gedən və miqrasiya edən heyvanlarda adətən bu baş vermir. Çünki zaten biri qış yuxusuna gedən qış yuxusuna gedəcək. Bunun yemə niyə ehtiyacı olsun ki? Qış yuxusuna getməyəndə köçəcək ki, yem olan yerə köçəcək, yəni miqrasiya eləyəcək. Bu niyə yem toplasın ki? Yəni bu cəhətdən baxın. Qış yuxusuna gəldikdə gəmiricilər, yarasılar, kirpilər, ayların bəzi növləri yemin kəskin sürətdə azalması və şəraitin pisləşməsi zamanı qış yuxusuna gedirlər. Bəzi məməllər, məsələn, gəmiricilərdə yay yuxusu istisna deyil, yəni yay yuxusuna gedirlər. Bu da su çatışmamazlığı nəticəsində olur. Fəsil hadisələrinin növbələşməsi əsasən çoxalma, bəzən yemin miqdarı ilə əlaqədar olub uyğunlaşma xarakteri daşıyır. Məmələrin ekoloji qruplarına gəldikdə. Deməli, məmələrin müxtəlif dəstələrinin nümayəndələri eyni mühit şəraitinə uyğunlaşma ilə əlaqədar oxşar xüsusiyyətlərə malik olur. Keçirdikləri həyat tərzinə görə onları bir neçə ekoloji qrupda birləşdirirlər. Quruda yaşayan məməllər vardır, suda və yarımsu həyat tərzi keçirən məməllər vardır, bir də uçan məməllər vardır. Quruda yaşayan məməllər özləri torpaq üzərində yaşayan məməllərdir, ağacda yaşayan məməllərdir. Yəni bu hissələrə bölünür və bunların bir hissəsi quruda, torpaq üzərində, bəziləri də torpaqda, digərləri dediyimiz kimi ağaclarda yaşayır, torpağın içərisində yaşayan məməllər də var. Məsəl üçün, torpaq üzərində yaşayan məməllərə biz misal olaraq bunlar əksəriyyəti qaçmaqla, yeriməklə, tullanmaqla hərəkət eləyir. Maral, antilop, zürafə, keçi, qoyun, inək kimi heyvanlardır. Bunlar deməli cüt dırnaqlılara aiddir. Tək dırnaqlar isə at, zəbir, eşək, dovşan kimilər və ot yeyənlərə aiddir. Bunları yaxşı olar ki, yəni biləsiniz, cüt dırnaqlı heyvanlar hansıdır, tək dırnaqlı heyvanlar hansıdır? Çünki testlər düşür. Şəkildə də görürsünüz. Sonra ağacda yaşayan məməllər, bəzi məməllər quruda yaşasa da ağaclarda məskən salır. Ağacda yaşayan məməllərdə tutucu pəncələr və ilişkən quyruq olur. Ağacda yaşayan məməllərdə primatlar dəstəsi meymunlardır, yarım meymunlardır. Bir çox nümayəndələri, bəzi gəmirici və kisəllər aiddir. Torpaqda yaşayan məməllərin də ümumi əlamətlərini oxuyarsınız. Burada yəni xüsusi izah ediləsi bir şey də yoxdur. Suda yaşayan və yarım həyat tərzi keçirən məməllərdə məməllərin bəziləri bütün həyatını suda keçirir, digərləri isə quru ilə əlaqəsini kəsmir. Suda yaşayan məməllər, su itilər, delfinlər, balinalar. Su həyat tərzi ilə əlaqədar onların bədən formaları balıqlardakı kimi axımlıdır. Yəni bədən formaları balıqlara oxşardır. Biz bunu 10-cu sinifdə nə adlandırdıq? Konvergensiya. Buna konvergensiya deyilir. Yəni ki, məsəl üçün balıqlarla məməli olan balinaların yaşadığı mühit eyni olduğuna görə ikisi də suda yaşayır. Onlar məcburdur ki, bir-birinə oxşasın. Yaşaya bilməsi üçün balina balığa oxşamalıdır. Yəni konvergensiya adlanırdı bu da.
Balinalar və delfinlər quru ilə əlaqəsini tam itirmişdir. Bu cümləni yadınızda saxlayın. Hərəkət orqanı quyruq üzgəcidir. Ön ətraflar üzgəcə çevrilmiş, arxa ətrafları olmur. Bunlarda balinalarda çanaq reduksiya olunmuşdur və balinaların tük örtüyü yoxdur. Kürəkayaqlar dəstəsindən olan su itilər həyatlarının əksər hissəsini suda keçirsə də quru ilə əlaqəsini kəsməmişdir. Deməli, suda yaşayanlardan balina ilə delfin su ilə əlaqəsini kəsib, amma su itilər isə su ilə əlaqəsini kəsməyibdir. Niyə kəsməyibdir? Niyə onlar suya yenidən quruya çıxır? Daha doğrusu quru ilə əlaqəsini kəsməyibdir. Niyə onlar quru ilə əlaqəsini kəsməyib? Çünki dincəlmək, tüləmə və balalamaq üçün quruya çıxırlar. Yarım su həyat tərzi keçirən məməllərə gəldikdə isə yarım su həyat tərzi keçirən də ördək burundur, ondatradır, qunduzdur, başqalara aiddir. Onlar suda yaxşı üzür və quruda sərbəst gəzir. Ördək burunun ətraflarında barmaqlar arasında üzmə pərdəsi olur. Quyruq suda sükan funksiyasını yerinə yetirir. Tük örtüyü də yaxşı inkişaf etmişdir. Uçan məməllərə gəldikdə bu qrupa yarasalar dəstəsi aiddir. Ön ətrafları qanadlara çevrilmişdir. Bədənin yan hissələrindən başlayan uçma pərdəsi ön ətrafın uzanmış barmaq falanqalarını, bunu şəkilə əsasən. Baxın, gəlin belə şəkillə əsasən sizə izah edeyim. Ümumi yadınızda saxlayın, bir yerə qeyd edin. Ümumi olaraq yarasanın 20 barmağı var. Arxa ətraf 10 barmaq, ön ətraf 10 barmaq. Oldu 20 barmaq. Sizdən testdə soruşsa ki, yarasanın neçə barmağını pərdə əhatə edir, neçə barmağı sərbəstdir. Yəni ki, neçə barmağına pərdə bitişib, neçə barmağı sərbəstdir. Dedik ki, 20 barmağı var. Bu fikir versəz bura, bax, öndən 2 dənə barmaq görürsünüz, bu çıxıntı. Öndən 2 barmaq sərbəstdir. Arxada isə 10 dənə barmağı var. 5-i burada, 5-i burada. Arxadan isə 10 barmağı sərbəstdir. Onu arxadan, ikisi öndən. Deməli, 12 barmağı sərbəstdir. Yerdə neçə barmaq qaldı? Burada 4 dənə barmaq. 1, 2, 3, 4. Bu tərəfdə də 4. 1, 2, 3, 4. 4 dənə barmağa isə baxın, pərdə bitişib. Ümumi 4. Deməli, 8 dənəsinə isə pərdə bitişib. Bunu da yadınızda saxlayın bu şəkildə. 8 dənəsinə də pərdə bitişib. Buranı silək. Davam edək. Deməli, bunlarda uçma ilə əlaqədar olaraq quşlardakı kimi döş dili vardır. Döş əzələləri güclü inkişaf etmişdir. Əksəriyyət həşəratla qidalanır. Bəziləri quşlar kimi fəsil miqrasiyası edərək qışlamaq üçün isti ölkələrə gedir və bütün yarasalar ultra səslər çıxarır ki, onları eşitmək üçün iri qulaq heyvanları olur. Buna da exolokasiya deyilirdi. Bu arada tapşırıqlara da mütləq baxın. İnsan məmələr sinifinin nümayəndəsidir. Gəlin baxaq, burada nə ilə tanış olacağıq? Ümumiyyətcə, insanın məməlilərlə oxşar və fərqli əlamətləri var. Hansı oxşar, hansı fərqli əlamətlər var, onlara baxaq. Məməlilər kimi insanın da onurğa sütununun boyun şöbəsində 7 fəqərə olur. Süd vəzləri olur, diafraqma olur. Yəni, bunlar oxşardır. Çənədə ixtisaslaşmış ağzı, kəsici, köpək dişlərimiz olur. İnsan da məməli heyvanlar kimi balalarını ana südü ilə bəsləyir. İnsanda da döş boşluğu qarın boşluğundan diafraqma ilə ayrılır. Bütün məməlilər kimi insan da isti qanlıdır, sabit bədən temperaturuna malikdir və dölün inkişafı ana bətnində gedir. Lakin yalnız insana xas olan xüsusiyyətlər, bax bunlar düşür, testdə sizə deyə bilər. Yalnız insana xas olan hansıdır? İnsanla məməlinin oxşar xüsusiyyətləri hansıdır? Yadınızda saxlayın. Deməli, yalnız insana xas olan onurğanın esvari əyriliyi, dik yerimə, tağ şəkilli ayaq, kələnin beyin şöbəsinin üç şöbəsindən böyük olması kimi əlamətlər digər məməllərdə rast gəlinmir. Və həmçinin insan ali sinir fəaliyyətinə malikdir. İnsanda, heyvanlarda olmayan nitq vardır. Nitq yalnız və yalnız insana xasdır. Sinir sistemi kifayət qədər inkişaf etmiş orqanizmlərdə ali sinir fəaliyyəti müşahidə edilir. Ali sinir fəaliyyəti dedikdə beyin qabığında baş verən bütün sinir prosesləri başa düşülür. Yadınızda saxlayın. Refleksə gəldikdə, refleks orqanizmin mərkəzi sinir sistemi vasitəsilə xarici qıcıqlara qarşı verdiyi cavab reaksiyasıdır. Refleks iki cür olur. Şərtsiz reflekslər, şərti reflekslər. Şərtsiz reflekslər anadan gəlmə olur. Bu reflekslərə müdafiə, qida, səmt və cinsiyyət refleksləri aiddir. Burada cinsiyyət refleksini yazmayıb, yazsaydı yaxşı olardı. Məsələn, buruna düşmüş tozun təsirindən insan qeyri-iradi asqırır. Bu sonradan qazanılmır. Balaca uşaq belə, yeni doğulmuş uşaq belə asqırır. O indi asqırmağı hardan bilir ki, sonradan öyrənsin? Deməli, anadan gəlmə gəlib. Və ya parlaq işıqdan gözlərini qıyır. Təsadüfən əli qızmış əşyaya toxunduqda onu tez geri çəkir. Şərti reflekslər isə sonradan qazanılmış reflekslərdir. Məsələn, İnsan ömründə heç vaxt limon yeməyib,
o limonu görəndə, yəni onda heç bir dəyişkənlik olmayacaq. Amma artıq o bir dəfə o limonu yesə, onun necə turş olduğunu bilsə, ondan sonra hər limon görəndə onun ağız suyu ifraz olunmağa başlayır. Artıq bu sonradan yarandı. Bu artıq şərti reflekslərə aid edilir. Və dediyimiz kimi insanlarda heyvanlardan fərqli olaraq nitq yaranmışdır. Sonra nitqin yaranması ilə əlaqədar mücərrəd təfəkkür inkişaf etmişdir. Bu da yalnız insanlara xasdır. Mücərrəd təfəkkür də insanı düşünür. İnsan düşünür bunun vasitəsilə mühakimə yürüdür, hadisələrə qarşı öz hisslərini biruzə verir. Biomüxtəlifliyə gəldikdə nadir və nəsli kəsilmək təhlükəsi olan yerli faunanın mühafizəsi. Deməli, ümumiyyətcə biomüxtəliflik nədir? 10-cu sinifdə daha ətraflı məlumat verilib. Bunun növləri var idi. Növ müxtəlifliyi vardı, genetik müxtəliflik vardı, ekosistem müxtəlifliyi vardır. Bunların hər biri haqqında orada ayrıca məlumat da verilmişdi. Məsəl üçün, növ müxtəlifliyi bu idi ki, müəyyən bir ərazidə müxtəlif növlərin olması idi. Genetik müxtəliflik budur ki, növlərdə olan, baş verən müxtəlif dəyişikliklər idi. Məsəl üçün, eyni növdə, amma onlarda fərqli-fərqli dəyişikliklər, hərəsi bir başqa formadadır. Yəni, bunlarda 10-cu sinifdə daha ətraflı tanış olacağıq. Deməli, burada qırmızı kitabına da dedikdə nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabani bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. Yenə təkrarlayıram, qırmızı kitaba, yəni nəsli kəsilmişlər salınmır. O nəsli kəsilmişlər qara kitaba salınır. Qırmızı kitaba nadir və nəsli kəsilmək təhlükəsi altında olanlar daxil edilir. Azərbaycanın qırmızı kitabına 14 növ məməli, 36 növ quş daxil edilibdir. Bu əslində belə deyək də, indi yenilənibdir. 42 növ məməlidir, 72 növ quş daxil edilibdir, təzələnibdir. Deməli, belə, burada mütləq tapşırıqlara da baxarsınız, ümumiləşdirici tapşırıqlar. Yəni, ümumiyyətcə, bunu hər dəfə də deyirəm, tapşırıqları qaçırmayın. Bəzən elə olur ki, onu sizə elə dərsin öz içində vermir, tapşırıqların içində verir. Hər hansı bir məlumat da əldə edə bilərsiniz. Belə uşaqlar 7-ci sinifi də yekunlaşdırdıq. Sağ olun. Gələn dərslərimizdə də artıq 8-ci sinifə keçid edəcəm.